Biz bugün pasientlərimizdə qardaşıl 9 peyvəndi edəcəyik. Bugün iki xanıma yaxın qohumdular, ikisini eyni vaxtda edirik. Qardaşıl 9 peyvəndi bizim papilomavirusun 9 ağır formasından qorumuş olur. Biz bu peyvəndi etməyimizi adətən xəstələrə biz yəni maarifləndirici həmişə paylaşımlar da edirik. Yəni bunu paylaşmaqda məqsədimiz nədir? Hər dəfəsində də çalışırıq paylaşaq ki, görsünlər ki, biz bu peyvəndi etməkdən çəkinmirik. Heç bir reproduktiv funksiyasına mənfi təsir eləmir xəstələrin. Yəni, gələcəkdə bu qızlar rahat ana ola bilirlər. Hətta bunun üzərində bir işləmlər aparılıb və statistik nəticələr var. Bu nəticələrdən də görünür ki, heç bir problem olmur. İkinci, uşaqlıq boynu xərçəngindən qorunmağın yeganə metodudur ki, yəni biz bununla papilomavirusun 9 ağır formasından, yəni onkogen formasından qorunmuş oluruq. Bu da bizi gələcəkdə uşaqlıq boynu xərçəngindən qoruyur. Və qızlarımıza deyirik, qorxmayın, rahat, cinsi münasibətə girməzdən öncədən hətta çalışın edin. Yox, əgər cinsi münasibətdə artıq olmuşsunuzsa, yenə də edirik bu peyvəndi ki, biz bu növbəti, yəni yoluxacağımız formalardan özümüzü qorumuş olaq. Bu şəkildə belə saxlayaq. Sadəcə bir iynə kimi ağrı hiss eləyəcəyik, başqa bir narahatçılıq olmur. Şükür ki, yan təsirimiz də olmur. Bitti.